Hamıya salam, kanalıma xoş gəlmisiniz. Pıçıldayaraq danışıram çünki hal-hazırda saat 2-dir. Hamı yatıb və mən heç kimi oyandırmaq istəmirəm. Bəs mən niyə oyağam? Çünki aeroporta gedəcəm. Xalam və xalam qızı Rusiyadan gəlirlər və mən onları qarşılamağa aeroporta getməliyəm. Anam da mənimlə birlikdə gələcək çünki tək başıma bu saatda maşın sürməyimi istəmir. Ona görə yanımda olacaq mənim. Çox yuxuluyam hal-hazırda. Əslində tez yatmağa çalışdım, yata bilmədim. Heç cürə gözümə yuxu getmədi. Təxminən 1 saat yarım yatmışam. Sayıram özümü. İndi isə aeroporta doğru yoldayıq. Açığı mən axşam, xüsusilə də gecə maşın sürməyi heç sevmirəm. Nə qədər çalışsam da sükan arxasında özümü tam rahat hiss edə bilmirəm. Həmişə fikirləşirəm ki, bəlkə yolda olan sürücülərdən kimsə yuxuludur, diqqəti dağınıqdır ya da bəlkə içkilidir. Bir də qarşıdan gələn maşınların işıqları gözümü çox yorur. Ona görə gecə maşın sürmək mənim üçün elə də komfortlu olmur. İndi gecə saat 2 olduğu üçün yollar demək olar ki, tam boş idi. Aeroporta gedən yol onsuz da rahatdır, düz yoldur. Ona görə heç bir problem yaşamadan rahat şəkildə gəldik. Yol boyu anamla xalamgil haqqında danışırdıq. Əslində onlar demək olar ki, hər il Azərbaycana gəlirlər, amma bu dəfə onlar gəlməzdən əvvəl o qədər plan qurmuşuq ki, gedəcəyimiz yerlər, eləyəcəyimiz şeylər hamısını artıq əvvəlcədən fikirləşmişik. Təbii ki, bütün bunları da bu vloqlarda sizinlə birlikdə yaşayacağıq. Ümid edirəm ki, maraqlı videolar alınacaq. Nəysə, biz, aeroporta tam vaxtında çatdıq. Təxminən 10 dəqiqə gözlədik və nəhayət xalamgil gəldilər. Xalamgili qarşıladıqdan sonra birbaşa marketə gəldik, çünki sabah Qusar yola düşəcəyik. Planımız 2 gecə, 3 gün orada qalmaqdır. Düzdür, Qusar Bakıya çox da uzaq deyil, amma yenə də yol üçün əvvəlcədən hazırlaşmaq istədik. Dedik ki, yolda nəsə yeyib içmək istəsək, hər şeyi indidən alaq. Ona görə marketdən özümüzə kofe, su, qazlı və qazsız içkilər, bir də cips və başqa yüngül atışdırmalıqlar aldıq. Beləcə yol üçün də hazır olduq və alış-verişimizi bitirib marketdən çıxdıq. Növbəti gün isə bütün əşyalarımızı maşına yükləyib yola düşdük. Cəmi 2 gecə 3 günlük bir səyahət idi, amma elə bil biz 1 aylıq köçürdük. Bu qız-qıza bir səyahət idi. Anam, mən, xalam və xalam qızı 4 qadın olaraq bir maşının baqajını demək olar ki, tam dolduracaq qədər əşya götürmüşdük. Əslində məncə qadınlar üçün fərqi yoxdur. İstər 3 günlük olsun, istər 3 həftəlik. Nədənsə həmişə lazım olandan qat-qat çox əşya yığırıq. Bəlkə lazım olar deyə hər şeyi çamadana doldururuq. Nəysə, artıq yola düşdük. Bu arada bu mənim ilk uzun yol sürüşüm idi. Açığı yola çıxmazdan əvvəl biraz həyəcanlı idim. Düşünürdüm ki, görəsən necə olacaq, uzun yolu rahat sürə biləcəmmi? Amma Qusar Bakıya çox uzaq deyil, təxminən 2 saatlıq yoldur. Bir də biz Qusara gedərkən ödənişli yoldan istifadə etdik və 12 manat ödədik. Düzünü desəm, buna dəyərdi. Yol çox rahat idi. Demək olar ki, heç yorulmadım. İlk uzun yol təcrübəm olmasına baxmayaraq düşündüyümdən qat-qat rahat keçdi. Ödənişli yol bitdikdən sonra artıq Qusarın içərisinə daxil olduq. O andan etibarən mənzərə tam dəyişdi. Hər tərəf yaşıllıq, dağlar, ağaclar, həqiqətən baxmağa doymurdum. Yolun özü də ayrıca zövq verirdi. Mahnılar oxuya-oxuya, söhbət edə-edə, gülə-gülə, əylənə-əylənə o 2 saatın necə keçdiyini heç hiss etmədik. Yolda bir balaca küçə iti də gördük. Təbii ki, dayanmadan keçə bilmədik. Ona yemək alıb yedizdirdik. Mənim üçün yolun ən şirin anlarından biri də məhz bu oldu və nəhayət otelimizə çatdıq. Biz otelə çatanda saat təxminən 1 idi, amma otağa giriş saat 2-dən olduğu üçün otağımız hələ hazır deyildi. Ona görə də bu vaxta fürsət bilib otelin ərazisini gəzməyə qərar verdik. Bu arada biz Qusar Hill Park oteldə rezervasiya etmişdik. İlk təəssüratımız yaxşı oldu. Lobbi hissəsi çox təmiz, səliqəli və sakit idi. Otelin həyətində açıq hovuz, oturma zonası və kiçik bir səhnə var idi. Həftə sonları burada canlı musiqi proqramı olur. Yəni həm musiqiyə qulaq asa, həm rəqs eləyə bilərsiniz, həm də bir şeylər yeyib içə bilərsiniz. Bu arada masalar əyləşdiyiniz zaman sizə biri yaxınlaşır və menyu təqdim edir. Oradan istədiyiniz hər şeyi sifariş eləyə bilərsiniz. Oteldə bunlardan əlavə qapalı hovuz, sauna və hamam da var idi. Ən gözəl tərəfi isə o idi ki, bunların hamısından istifadə otağın qiymətinə daxildir. Amma təəssüf ki, bizim gəldiyimiz gün qapalı hovuzda təmizlik işləri aparılırdı. Ona görə də həmin gün hovuzdan istifadə edə bilmədik. Açığı bu bizi biraz məyus etdi, çünki açıq hovuza girmək üçün hava elə də isti deyildi. Ona görə də qapalı hovuzdan istifadə etmək istəyirdik, amma alınmadı. Əslində çox vaxtımız da yox idi, çünki axşam toyumuz var idi. Xalamın rəfiqəsinin qardaşının toyu idi və bizi də dəvət etmişdilər. Onlar Qusarlı olduqları üçün toyu da burada edirdilər.
Ona görə otağa qalxıb biraz dincəlməli, sonra isə hazırlaşıb toya getməli idik. İndi isə gəlin kiçik bir otaq turu edək. Otağa daxil olan kimi sağ tərəfdə kiçik bir bar bölməsi var idi. Burada mini soyuducu, kofe maşını, kettle, fincanlar və istifadə edə bilməyiniz üçün qara və yaşıl çay paketləri yerləşdirilmişdi. Sol tərəfdə isə qarderob var idi və ortaq oturma zonası. Burada televizor da var, amma açığı biz ondan heç istifadə etmədik. Həmçinin bütün otaqlardan balkona çıxış var idi ki, bu da otağın ən xoşuma gələn xüsusiyyətlərindən biri oldu. İndi isə sağ tərəfdəki yataq otağına keçək və baxaq. Burada bir ədəd böyük 2 nəfərlik çarpayı, qarşısında televizor, böyük bir güzgü və özünün ayrıca hamamı var idi. Hamamda duşakabin idi. Xalatlar və dəsmallar da qoyulmuşdu. Amma burada xoşuma gəlməyən bir məqam oldu. Hamamda qoyulan şampun, duş geli və digər məhsulların keyfiyyəti bərbad idi sadəcə. Düşünürəm ki, bu səviyyədə bir oteldə daha keyfiyyətli məhsullar istifadə oluna bilərdi. İndi isə keçək ikinci yataq otağına. Burada 2 dənə tək nəfərlik çarpayı var idi. Yenə televizor, böyük güzgü və ayrıca hamam. Sadəcə bu hamamın fərqi ondan ibarətdir ki, burada duşakabin yerinə vanna var idi. Yenə burada da xalatlar və dəsmallar hazırlanmışdı, qoyulmuşdu. Ümumilikdə otağı çox bəyənsək də, xoşumuza gəlməyən bir neçə məqam oldu. Birincisi, otaqlarda demək olar ki, paltar qoymağa yer yox idi. Sadəcə çarpayıların yanında, yəni çarpayıların hər iki tərəfində olan kiçik tumbalar var idi. Amma 4 nəfərin əşyaları üçün bunlar qətiyyən kifayət etmirdi. İkinci məqam işıqlandırma idi. Otağın işıqları çox zəif idi. Xüsusilə makiyaj eləyərkən heç nəyi düzgün görmək olmurdu. Üçüncü və son olaraq isə bayaq da qeyd etdiyim kimi hamam otağında istifadə olunan məhsulların keyfiyyətini biz heç bəyənmədik. Daha keyfiyyətli məhsullardan istifadə oluna bilərdi. Bu arada biz family room rezervasiya etmişdik. Xüsusilə bu otağı seçdik. Nəyə görə? Biz 4 qadın olduğumuz üçün hazırlaşan zaman mütləq ki, bir-birimizin əşyalarına ehtiyacımız olur. Kiminsə makiyaj əşyası, saç və eynək düzləşdiricisi, aksesuarı həmişə nəsə bir şey çıxır və bir-birimizdən götürməli oluruq. Ona görə əgər 2 ayrı otaq götürsəydik, hər dəfə dəhlizə çıxıb o biri otağa keçməli olacaqdıq. Amma bu otaqda bir ev kimi düşünün. Sadəcə yan tərəfə keçirsiniz və istədiyiniz hər şeyi rahatlıqla ala bilirsiniz və bir-birimizin yanına gedib hazırlaşan zaman məsləhət ala bilirdik. Yəni bu bizim üçün çox daha rahat oldu açığı. Və bu otağın qiyməti 2 gecə 3 gün üçün 840 manat idi. Yəni günlük 420 manat səhər yeməyi də daxil. Hamıya salam. Biz indi qusardayıq, hazırlaşırıq, gedəcəyik toya. Ona görə hazırlaşacaq. Ona görə üzr istəyirəm. Çünki qapıda heç nəyim yoxdur, saçım qabağa düşməsin deyə. Ona görə məni bir müddət belə görəcəksiniz. İndi baxayıq. Aha, indi gəlin başlayaq. Deməli, ilk öncə bundan istifadə edəcəm. Belə. Sadəcə güzgü bizə o qədər uzaqdır ki. Nasıl bunu da bilməm, belə. Aynı sen ne gelmişsin? Gəlirəm ki, çıxı elə bir tonum çox belə yüngüldür. Bir şey heç nə şey. Bu eləyir amma. Bu kondisionerdir, hə? Mən elə fikirləşirəm, biz gecikəcəyik. Amma neyə bilərik, 4 qadının hazırlaşmağı həqiqətən tam bir fəlakət. Yəni əsla heç nə çatdıra bilmirik. Kontrol edirəm indi. Kontrol çox sevmirəm əslində, amma çox ağ oluram. Ona görə eləməliyəm. İndi göz makiyajı edəcəm. Bugün smoky eye edəcəm. Mən çox sevirəm və özümə də çox araşdırıram. Düşünürəm ki, çox yaxşı olacaq. Hə? Sən nə edəcəksən? Mən indi kondisioner seçdim. Qırmızı prişiklərlə, şeylərlə indi də tonalini seçirəm. Məndə belə bir stik ten var. Bunu Türkiyədən almışdım. Hətta bundan mən bir dənə də stokladım. Çox gözəl bir şeydir. Sadəcə gözün üstünə belə çəkirsiniz və onu yayırsınız. Sabitlənməmiş eləməlisiniz. Sabitlənəndən sonra çünki tərpənmir, yaya bilmirsiniz onu. Amma belə eləsəz, əla olacaq.
Göz makyajımı tamamladım. İndi tamamlamadım daha doğrusu. İndi tuş çəkəcəm. Sonra isə dodağımı eləyəcəm. Bitirdim. Balkona çıxdım ki, sizə göstərim. Çünki içəridəki işıq o qədər pis ki, heç nə görə bilmirəm. Bayaqdan ancaq balkona çıxıram və balkonda makyajımı tamamlamağa çalışıram. Həqiqətən işıq çox pis. Yəni hər şey yaxşıdır, amma işıqdan başqa. Belə makyajım belə oldu. Ümid edirəm ki, bəyəndiniz. İndi əynimi geyinəcəm, onu da sizə göstərəcəm. Kombinim də belə oldu. Bu donu keçən sezon Zara'dan almışdım və hələ də ən sevdiyim donlarımdan biridir. Hətta bunun xaki rəngi də məndə var. Kəsimi bədəni çox gözəl göstərir. Bu arada bu donun qara rəngini Uzaq Şəhər serialında Aliya geyinmişdi. Mən onun üzərində görməmişdim açığı. Alandan sonra Pinterestdə qarşıma çıxdı ki, bu donun qara rəngini o geyinib. Nəysə belə, xalam qız da artıq hazırdır. O da çox gözəl və zərif görünür. Belə qara bir don geyinmişdi. Kombinlərimiz belə oldu. Ümid edirik ki, bəyəndiniz. Və artıq yoldayıq, toya gedirik. Bundan sonraki hissədə sizi toydakı gözəl anlarla baş-başa qoyacağam. Toy boyu xeyli görüntü çəkdim. Ona görə çox danışmayacağam. Qoy videolar öz sözünü desin. Toy haqqında ümumi fikirlərimi və diqqətimi çəkən məqamları isə videonun sonunda sizinlə bölüşmüşəm. İndi isə gəlin birlikdə toyun necə keçdiyini izləyək. Çok değerli dostlar. Asgari görüşmek dileğiyle ben tabii ki hususi olarak denizin temsil şerefine şeref sünneti gözet insanlara karşı yavaş yavaş haberleri olsun. Səmimi qəlbdən təbrik edirəm. Allah xoşbəxt eləsin demək istəyirəm. Hər biriniz xoş gəlibsiniz. Желаю счастья молодым, благополучия и, конечно же, море любви. Bu arada dostlarımızı da salamlıyorum. Müzikçi dostlarımızı eşit olsun. Bir gözəl ifalarla bu günlərin toy sahibi 10 dənə ifa seçib məndən. 10 dənə mahnı oxuyacaq sizin üçün. 1 saat buradayım sizdə. Və hər kəsi rəqsə dəvət edirəm. Gəlsin gözəl musiqilərimiz və buyuraq rəqsə. Bəy gəlin də buyurun. Gəlsinlər.
Hamıya salam, axşamınız xeyir. Biz bu günü başa vurduq. Axır ki toydan gəldik. İstəyirik ki, gün haqqında sizə biraz məlumat verək. Bu gün necə keçdi, biz neynədik və fikirlərimiz. Necə keçdi səncə Aylin? Mən üçün bu gün çox çətin idi. Çünki mən belə adamam ki, mən toyları zət sevmirəm. Mən sevirəm bax belə evdə oturmaq, çay içmək, danışmaq, amma çoxlu adam olsa sevmirəm. Bax belə. Həqiqətən toyda bir dəfə belə olsun, ayağa qalxıb oynamadı. Başını telefondan bir dəqiqə belə qaldırmadı. Yəni mən bilmirəm sabah necə keçəcək. Çünki sabah da sən əgər bütün gün telefona baxsan mən nə edəcəm? Sabah baxmayacağam. Prosta toylarda, konsertlərdə özümü pis aparıram. Ən azından səhvini başa düşür və qəbul edir. Bu da bir şeydir. Mənim üçün yəni mən heç vaxt rayon toyunda olmamışam. Sən olmuşdun rayon toyunda? Olmamışdım. Və mənim üçün biraz fərqli idi. Normal toylardan biraz fərqli idi, amma bəyəndim, yaxşı idi. Biz əyləndik, oynadıq. Yumşaq dedim, fərqli idi. Amma bəyəndim, əyləndik, çox oynadıq bu arada. Maraqlı idi. Aylin bəyənmir belə şeyləri, amma mən çox bəyənirəm. Mənim üçün oynamaq olsun, mahnı olsun, mən çox sevirəm. Belə sabaha bir planımız var sabaha. Sabaha planımız odur ki, səhər yeməyinə gedəcəyik birinci. Səhər yeməyindən sonra isə hovuza düşəcəyik. Hovuzdan sonra isə bilmirik hara gedəcəyimizi. Yəqin ki, Lazaya gedərik. Burada ən çox bilin yolu. Laza, qusar Laza. Lazerdə nə işimiz var? Babanca öldüm də lazer iş. Yox, Lazaya gedəcəyik. Yəni inşallah gedəcəyik. Lazerə yox. Belə, başqa nə demək istəyirsən? Başqam, yəni ki, sabah məncə günümüz mənim daha xoşuma gələcək. It would be. Söz verirsən ki, telefona başını qaldıracaqsan. Söz verirəm. Nəysə, bu qədər. İndi biraz mən üzümü yuyacağam Mən də yox. və biz yatacağıq çünki çox yorğunam. Çox yorğunam və çox yuxum gəlir. 2-3 gündür normal yata bilmirəm. Çay içəcəyik. Çay içəcəyik. Bəli. Belə. Sabah görüşərik.